Ya Allah, dəyərli izləyicilər, bu möhtəşəm evin qiyməti gecə ilə əlim yandıda endirildi. 228 mindən 169 minə endirildi. Demək olar ki, 60 minə yaxın evdə yəni endirim edilibdir. Bu qiymətə bazarda belə bir ev tapa bilmərsiniz. Əsas yola 250 metr məsafədədir, kanalizasiya mərkəzidir, 3 sotun içərisində gördüyünüz kimi 2 mərtəbədir. İndi oranın da işığını yandıracağıq. İlk öncə həyəti göstərim sizlərə dostlar. Gördüyünüz kimi evimizin yan hissəsinə keçdik. Evin arxasına keçməyə yəni yeri də var. Bu gecənin əlim yandısı, günün cekpotudur. Bazarda belə bir evi siz bu qiymətə tapa bilmərsiniz. Hansı evdə 60 min endirim olubdur? O da yəni bax bu gecə ilə kim gəlib beh qoysa, yəni axşamla günü bu gün kim gəlib beh qoysa, təcili satıldığına görə bu qiymətdir. Yəni bir gün, 2 gün sonra yıxsaz köhnə qiymətli olacaq. Yəni 228 min olacaq. Təcili satıldığına görə qiyməti belə endirmişik. Evin özünə də baxa bilərsiniz. Möhtəşəmdir, həqiqətən də dostlar. Çox möhtəşəm bir evdir. Gedək, daxil olaq evimizin mətbəx hissəsindən tanış edeyim sizləri. Qəşəng səliqəli şəkildə yay qış mətbəximiz yerləşir. Həyətində gördüyünüz kimi belə gözəl yay qış mətbəximiz yerləşir. Evin özünə həqiqətən də söz ola bilməz. Qardaşım, ətraflı da göstərirəm. Həyətində beləsinə kabab zad pişirməyin üstündə hər bir şəraiti düşünülübdür. Çox möhtəşəm bir evdir qardaşım. Çox super evdir. Ha, özdəki kamera nəzarəti altındadır. 7/24 kamera nəzarəti altındadır. 14 tonluq su səni də var. Tamamsanız elə həyətdən sanitar qovşağına qədər mövcuddur. Gecə ilə kim gəlsə gəlsin, bax behin versin. Sanitar qovşaq da oradadır. Daxil olaq evin içərisini çəkək, dəyərli izləyicilər. Dəyərli izləyicilər, evimizin içərisinə daxil olduq. Gecə ilə əlim yandıda satılır. Yəni bunu sabaha saxlamaq lazım deyil. Gecə saat neçə olur olsun. Mənim özüm gecə saat 3-də beh qoyduran adamam. Yəni əlim yanında satılan evlərə saatın fərqi yoxdur. Gəlirsən qardaş, gecə ilə behi qoysan, gedirsən alıb sat gəl. Belə geniş bir mətbəximiz yerləşir. Ev tam təmirlidir. Yəni belə bir ev bazarda yoxdur da qardaşım. Yəni bu qiymətə belə bir ev gedin axtarın. Mümkün deyil qardaşım. Maşallah, qonaq otağına var. Sahəsi də genişdir. Təmirinə də söz ola bilməz. Kamerasını da göstərəcəm qazanalım. Bax, kamerası da gördüyünüz kimi 7/24 kamera nəzarəti altındadır. Aboylar hamısı var, üzəsinə yığılıb. Özdə qeyd edeyim ki, yataq otağını göstərmişdim deyəsən, bir dənə göstərim, onlar yadınlarsa. Bura birinci mərtəbədə yerləşən yataq otağımızdır. Sanitar qovşaq addelnidir, sanuzel addelnidir. Bura sanitar qovşaqdır, orada da hamamçamız evimiz yerləşir. İndi isə daxil olaq, keçid edək evimizin ikinci mərtəbəsinə. Qardaş, bu ev kimin qabağa çıxırsa fikirləşməsin, gəlsin. Yəni bunu sabah bir gün gəlsən, sabah qiymət olmayacaq. Prosto gecə ilə pul lazımdır. Gecə ilə pul lazımdır, ha ona görə bu qiymətə düşüb. Bir dənə geniş bir yataq otağımız. Qardaş canı elə bildim qonaq otağımız var. Bu baxın maşallah, bu da yataq otağı var. Hələ bu birsinə bax. Oy maşallah. Əfsanədir, əfsanə. Möhtəşəmdir qardaşım. Otaqların böyüklüyünə var, sağollarına. Nə var, yataq otağı deyil, stadiondur. Bir dənə burada xırda mən ölçüdə heç nə görmürəm. Ne qardaşım, otağın böyüklüyünə bax, sən Allah. Buna bax. Cənnət məkandır, jackpot deyil, jackpot. Va qardaşım, həyatın bir anıdır, həyatın bir anı. İndi isə nə qalır? Evə gəlib gecə ilə behinizi qoymaq qalır, qadına.